Çətin həyat şəraitində olan bütün şəxslər gün ərzi sosial xidmətlərlə əhatə olunacaq. Bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan sosial xidmət haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. O cümlədən Azərbaycanda Alzheimer xəstəliyindən əziyyət çəkənlərlə bağlı sosial proqramın hazırlanması da təklif edilib. Millət vəkili Fazil Mustafa deyib ki, nikah müqaviləsi məcburi olmalıdır. Ortada uşaq qalır, uşağın taleyi bir tərəfdə qalır. Amma bu üzüyün qaşını dəyişmişsiniz, üzüyün qaşını olduğu kimi qaytarmaq istəyə tələblər məhkəmənin əsas mövzusuna çevrilir. Biz nikah müqaviləsində məcburi elementləri bura tətbiq eləməliyik. Yəni bu nikah müqaviləsinin imzalanmasını təmin edən qurumlarda formal onsuz da müqavilə sənədi var. O sənəddə könüllü şəkildə imzalayırlar. Amma konkret olaraq kim kimə nə verirsə və sabah hansısa bir boşanma ehtimalı olanda o məsələ gündəmə gələndə ki, konkret nə verib və nə alıbsa, məhkəmə birbaşa onu icraya yönəldir. Artıq onu mübahisləndirmir. Plenar iclasda o da bildirilib ki, Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir. Bu bütövlükdə bu sahədə şəffaflığın daha da gücləndirilməsinə, sui-istifadə hallarının minimuma endirilməsinə və bütövlükdə bələdiyyə mülkiyyətində olan torpaqların daha real qiymətləndirməsinə imkan yaradacaq. Bu baxımdan təbii ki, məhz yeni dəyişikliklərə uyğun olaraq həm torpaq məsələsində, həm torpaq bazarı haqqında, eləcə də bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunlarda, o cümlədən bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydalarında dəyişikliklər də həyata keçiriləcək. Reklam haqqında qanuna təklif edilən dəyişikliyə əsasən isə mobil tətbiqlər də reklam daşıyıcısı hesab olunacaq. Eyni zamanda Milli Məclis Qarabağda iqtisadi fəaliyyət üçün vergi rüsumundan azad etmə sənədinin icazələr siyahısına salınmasını təsdiqləyib. Minaya Zamanova, Samir Qasımov, Xəzər xəbər.